Bizim müharibə haramla yaraşır. Müharibə istəyənin quyruğu suda gələk. Əgər yenə müharibə istəyirsə, pahalara hazır olun, part, cum. Haramla yaraşır axı müharibə. Bir də müharibə olsa, dilimizdə bir şair var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Makrona od qoydu, birbaşa Azərbaycan. Hələ dəmir yumruğu demirəm. Hə, Ruben Ayarek Sakiyev bunun bariz nümunəsidir. Mən də sizə bunu deyirəm də, yekə-yekə danışırdılar. Ayarek'lə Bako Sakiyev'lə şəxsən yığdım ki, çıxın oradan cəhənnəm olur. Sinələri veriblər qabağa gendroz belə. Axırı ne oldu? Hamısını doldurdular Qəzəlli üç başının quldasına, apardılar Bakıya. Dedim bu Azərbaycan ordusudur. Mən dedim eləcə mən eşitdim. Onunla mən İrəvana çatmışdım. Canımı çöldən tapmışam. Deməli yekə-yekə danışan Sarkisyan idi, Koçaryan idi. Opşum şəhərləyənlər hamısı qaçıb gizlənmişdir. O haniyana yığdım, dedər sən öz canıma qaşıma düşüb, qorxudan düşmüşdü. Dedi gələm.